Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Axır vaxtlar işi o qədər də ürək açan olmayan, amma vəziyyəti stabilləşdirməyə çalışan, bir dəfəlik stabilləşdirməyə çalışan admin. Və bugün yeni cihazımızla daha keyfiyyətli görüntü, daha keyfiyyətli analizlər sizə verməyə çalışacağım. Biraz da başım bununla qarışıq idi. Gördüyünüz kimi başım hələ də qarışıqdır. Dostlar, məncə xatırlatmaları falan çox da eləməyə ehtiyac yoxdur. Birbaşa oyunlara keçmək lazımdır. Amma sizdən bəyəni xahiş eləyəcəm. Bugün inşallah gözəl bir gün keçirərik və seçmə oyunlarla ki, bəzən soruşurlar, mən deyirəm ki, mən bu oyunların içindən seçib VIP qrupa oyunlar atıram. Yəni bunu da biləsiniz, o dərəcədə güvənirəm. Qismət, getdik dostlar. Saytımızı da izləməyi unutmayın. Saytımız kupon.com.az. Deməli, gördüyünüz kimi hətta üzümü qırxmağa belə vaxtım yoxdur. Dünən futbolda da babat bir zədə almışam, amma dözüləsi bir zədədir. Keçəcək inşallah. Əsas odur ki, futbol olsun. Futbol olsun demişkən, dünəndən yazırlar ki, abi səncə playoff'dan ağlın nə kəsir? Playoff setkasını görən kimi püşk atmadan sonra. İlk sözüm nə oldu? Hamıya da demişəm bunu. Ən ləzzətli oyun Sporting Bodo oyunudur. Çünki orada biz futbol görəcəyik. Sportingdə demişkən, dünən Porto'nun oyununda penalti verən hakimi şiddətlə qınayırıq. Şiddətlə qınaq demişkən, Alban Lafonta eşq olsun. Fransa Futbol Federasiyasına ayıb olsun ki, oyunculara dini baxışlarına görə futbolda ara verməyin tərəfdarı deyilik bəyanatından sonra Alban Lafont, Nantın qapıçısı, bilərəkdən simulyasiya eləyir ki, ayağı güya zədəlidir. Həkimləri meydana dəvət edirlər ki, Nantın müsəlman futbolçuları, oruç tutan futbolçuları iftar etsinlər. Eşq olsun. Fransa Futbol Federasiyasına ayıb olsun. Ey Fransa Futbol Federasiyasının başında oturan başıboşları. 3 gün bundan qabaq həmin bu oruç tutan, namaz qılan bir oğlan 7-8-ci mərtəbədən sallaq vəziyyətdə qalmış fransız uşağını balkonlardan, eyvanlardan sallaşa-sallaşa qalxıb xilas eləyən müsəlmandır. Ayıb olsun sizə. Başlayaq dostlar, çox danışmayaq. Gedək Almaniya. O Almaniya ki, dini baxışlara hörmətlə yanaşır və oyunlarda hakimin öhdəliyinə buraxıb ki, fürsət tapan kimi oyunu dayandır, insanlar, futbolçular iftar etsinlər. Eşq olsun. Deyirdicə, Almaniya dağılır. Almaniya gözəldir. Deməli, Holstein Kiel Elversberg 16-0-0'da oynayır. Gol deyəcəm bu oyuna. İkinci hissə daha çox qollu ssenarisini götürüb burada canlıya saxlamışam ki, canlıdan nəsə davrana bilək. Və riskli gol X deyəcəm bu oyuna. Elversberglə bağlı bizim işlərimiz yaxşı. Daha doğrusu, bizim Braunschweig keçən həftə bizə qazandırdı. Braunschweigdə bazar günü oynayır, onu da bura daxil eləmişəm. Amma keçən həftə Elversberg bizə elə bir jest elədi. Braunschweigdə dedi ki, abimiz orada deyib, 3 həftədə bizə güvənir deyir. Ona görə də biz bunu sayırıq. Biz Braunschweigliyik. Bunu hamı bilir. Bielefeld Hannover oyunu dostlar. Buradan heç gözüm su içmədi. Sistem kuponuna, yəni belə deyək dostlar. Mən burada sistem kuponuna qoyun deyirəmsə, deməli bunun güvən dərəcəsi aşağıdır da. Bunu ana kupona qoymazlar. Ya da canlıdan oynayarsınız buna. Xahiş edirəm. Ancaq sistem kuponuna bu oyun bərabərə bitmə ehtimalı çox yüksəkdir. X oxşur bu oyun. Bielefeld Hannover oyunu. Getdik Leicester oyununa. Leicester neçə həftədir bilirsiniz ki, izləyirəm. Leicester bugün oynayır Norwich'dən. Mən deyirəm ki, dostlar, Leicester uduzmaz plus 1-5 üst. Hətta Leicester uduzmaz 2-5 üst. Bunun yaxşı əmsalı var.
Leicester artıq bu pis gedişata dur deməlidir və artıq işartılar var. Oynamağa başlayıblar. Bu oyunda biz bol gol izləyə bilərik dostlar. Belə, bunu da unutmayaq. 16:30'da Bournemouth Sunderland oyunu da var. Ondan biraz uzaq duracağım. Bu arada Leicester'ın oyununa verdiğim seçim 1x plus 1500. Buna TFC'den oynayabilirsiniz. Özdə 244 780 agent kodu ilə. Bournemouth Sunderland'ın oyundan gözüm su içmir dostlar. Burada var çıxanlar. Yaxşı, səmimiyyətə deyək 3-5-6 düşünürəm, amma oynamayacağım bu oyuna. Və yazdım bura 3-5-6, amma oynamayacağım bura. Heç bir kupona da girməz bu. Eyni ilə məsələn Rayo Vallecano oyunu da heç xoşuma gəlmir. Bilbao oyununu oynayır, amma Leverkusen Mainz oyununa bir baş vurmaq istəyirəm. Məncə Leverkusen udacaq bu oyunu dostlar. Evindədir, Mainz oynayır. Risklidir, başa düşürəm. Məndə idealı nədir bunun? Əmsalı olmayan bir şey. 1x. Amma mən Leverkusenə güvənmək istəyirəm evində. Və 19:00 Ipswich Swansea oyununa bir baş çəkək. Burada da bollu gollu bir oyun gözləyirəm dostlar. Gol 2500 gözləyirəm. Hətta istədiyim Swansea burada 2 dənə tıklada bilər. Ipswich'in axır vaxtları bu oyundan dolayı. Preston Millwall bu bir test olacaq. Burada da yazıram test. Ona görə bura heç nə atmayacağım. Çıxan nədir? Səmimiyyət yəni də olsun. Millwall vurar. Millwall'un hissə qazanarı və belə bir şey. Amma dəyməyəcək. Coventry Stoke City. Hər iki komandadan gol gözləyirəm. Bu da belə. Mallorca Sociedad. Buradan Pellegrino Matarazzo hocamıza Bilgəhdəki Almas restoran adı rəsmi necə gedir? Alma restorandan buradan Basklar vətəninə salamımızı göndəreyim. Pellegrino Matarazzo hocamıza güvənirik. Bugün məncə Sociedad uduzmayacaq. Və bugünün daha doğrusu keçirik sonra bazara. Gördüyünüz kimi Fransada Alban Lafontdan tutmuş. Pellegrino Matarazzo'ya qədər salam göndərə. Cəmi 7 dəqiqəyə bunu sığışdıra bildik. Çünki bütün oyunları oynamaq məcburiyyətində deyilik. Burada dostlar nə gözləyirəm? Inter Genoa oyunu. 2-5 üst. Soruşarsınız ki, məsələn dünən bir qardaşımız yazmış ki, Onuaçun qolunu götürmüşəm. Deyirəm ki, mən Onuaçun cavab da vermədim məsələn əslində. Futboldaydım çünki gez gəldim evə. Deyirsən yazmışsan qələbə 2-5 üst Trabzona. Öyle şey ola bilərmi ki, Onuaçu qol vurmasın? Ona görə indi bunu da oturub fikirləşər ki, üst deyir də bu yəqin ki Interin 2 topu ilə gedə bilər. Abi Genoa. Mən Genoa'da indiyə qədər hələ tərslədiyimizi xatırlamıram. Şükürlər olsun, bu gün də tərsləmərik. Məsələn, bu oyunun 2 üstü əla bir kupona gedər. Amma burada bir şey var da dostlar. Genoa Bodo Glimt'in Giuseppe Meazza'dakı oyundan sonra gördü ki, bu bütün gün sosial şəbəkələrdə, Instagramda, Twitterda bu Interin adminləri paylaşır. Bu ilan gəlir belə sakitcə girir Vikinglərin, nə bilim, vətəninə, Zadora bura. Bunların emblemində bilirsiniz, maskotudur. Bu ilanın başını elə yaxşı əzdilər, dalbadal 2 dəfə. Genoa'da dişinə qan dəyir burada artıq. O qanı hiss eləyir ki, oynamaq olar, De Rossi'dir. Deyirsiniz ki, abi, De Rossi çox açıq futbol oynayır. Bəzən, zaman momentumları tutanda. Amma tam klas deyil də. Interin müdafiəsi sıxıntılı dostlar. Genoa oynayarsa 2-5 üstə gedəcək. Plus Interin Giuseppe Meazza'ya bir üzr borcu var. Bu artıq çempionluğa kilidlənmək lazımdır. Və Inter burada özü də tək başına zaten üstə apara bilər. O məntiqlə getsək. Pio Esposito və yaxud da ki Mustafa Kemal demişkən, Cibisin şərhçisi, dostumuz Esposito. İndi Mustafa bu arada İtaliya futbolunu çox yaxından izləyir. Səslənişini yəqin ki izləyib ardansa. Mənə biraz qəribə gəldi, amma ona güvənirəm. Esposito olsun. Lautaron yoxluğunda mütəmadi olaraq onun qollarını yoxlayın. Bu da belə. Burada bir dənə əl saxlayırıq. Və bəyənləri alıram sizdən. Keçirəm bazar gününə. Həmin o Braunschweig Münster oyunu ilə başlamaq istəyirəm. 2-3 qol aralığı deyəcəm bu oyuna dostlar. İstəyən 3-5-6 oynasın ki, tövsiyə eləmirəm. İstəyən 1-5 üstü oynasın. İstəyən canlıdan dəyərləndirsin. Braunschweiglə davam.
Yandırsa da davam. Bax burada Elche Espanyol oyunu var. Burada test yazıram qabağına. Çıxan var burada. Açıq deyəcəm yenə də 3-5-6 çıxır. Mən oynamayacağam. Əminəm siz oynamazsınız. Oynasaz ayıb olsun. Çünki burada test yazmışam. Görək nə olacaq. Fulham Tottenham. Fulham Tottenham. Igor Tudor'a görə mən deyirəm 3-5 üst. Siz nə istəyirsiniz oynayın. Siz 2-5 üst oynayın. İstəyirsiniz 2 üst oynayın. Fulham'a görə burada əmsal olar. Burada açmazlar nə bilim 1.80-dən 1.40-dan bu 2-5 üst açılmaz burada. Fulham'a görə. Burada Craven Cottage'daki Fulham'a görə burada açılar 1.60-dan falan. Baxmadım amma var əmsalı bunun. Yaxşı, United Crystal Palace'dan davam eləyək. Sizə tövsiyəm odur ki, futboldur da, hər şey ola bilər. Siz oynayın 2 üst bu oyna. Mən United'ın 2 topunu götürəcəm burada. Çünki biraz da siz bu Carrick'in uduzmamağı var ha. Hələ də Carrick gələndən United uduzmayıb. Görək də xeyirlisi. Brighton Forest. Nottingham Forest. Marinakis'in beyni çönmüşdü yenə də. Bir də abi Nottingham Fener oyununda yəqin özünüz də izlədiniz. Vitor Pereira'nın mən üz quruluşundan, saçından falan belə sifətin rəngindən belə başa düşdüm ki, o məncə ciddi xəstədir. Allah iraq eləsin. Heç kimi arzulamıram. Amma onu hiss elədim sanki. Nəysə əl-qərəz məncə burada Forest vuracaq dostlar. Hətta Forest uduzmaya bilər. Bura kilitlənməyin vaxtıdır artıq. Grasshoppers Lugano üst qol-qolla. Lugano'nun ki topu da demək istəyirəm, amma ataq ortalığa nə ola da. Utrecht Alkmaarın da qabağına test yazıram. Özünüz başa düşdünüz orada nədir? Test belə açar sözdə, yəni ki dəymə. Yaxşı, yazıram dəymə. O birisləri də elə aiddir. Viborg Nordsjælland Danimarkadan qol-qol paralel burada kim idi? Sirius İsveçdən yoxlayaq özümüzü. Sirius Helsingborgla oynayır. Bol qollu bir oyun ola bilər burada dostlar. Lille Nantes oyununda, əgər Lille Nantes oyununda həmin o Alban Lafont bu canlı pas olsun, time'da qol olar. Bir dəqiqə, mən bayaqdan Alban Lafont deyirəm. Bu hardan gəldi düşdü dilimə? Məncə o Antonio Lopes deyə. Yox, Antonio Lopes deyə, mən də Alban Lafont deyirəm bayaqdan. Nəysə, bura qədər izləmişsinizsə, əvvəldə o dediklərimiz boşa getdi yəqin ki. İlkin öz səhvini düzəltdi. Məncə Antonio Lopes'dir o. Dostlar, Avstriya Lask oyunu da var Avstriyada. Burada da qol-qol 1-5 üstə də qala bilər bu oyun. Ondan qorxuram. Belə amma 3-1-ə də oxşuyur bu oyun. Qol-qol, yaxşı. Qol-qol olsun. Metz Brest oyunu da dostlar. Qarşılıqlı qollarla bizi sevindirə bilər. Eyni ilə Lorient Auxerre. Lorient bu il çox yaxşıdır. Amma bu oyun gedə bilər yəni hətta çıldıra da bilər Lorient'ın oyundan dolayı. Və Arsenal Chelsea. Chelsea vurar dostlar. Chelsea vurar. Başqa da bu oyuna heç bir fikrim yoxdur. Sadəcə dünən də futbolda bizim Arsenal fanatları var da bir iki dənə. Deyirəm ki abi, Chelsea vurar. Hesabı qoruya bilərmi? Məşqçi yaxşı məşqçidir, ön tərəf yaxşıdır. Müdafiə rəzildir. Chelsea müdafiəsi çox bərbaddır. Hər an adamı, bu sözün başqa cür effekti yoxdur. Azərbaycanda effekti yoxdur. Padvadit eləyə bilər. Və Fenerbahçe qələbə. Sadəcə qələbə keçirəm. Hətta qələbə altına üstünə girməyək, sadəcə qələbə. Öpürəm sizi dostlar. Bağıma basıram. Allah'a emanet olun. İnşallah yeni cihazımız düşərli olar. Allah'a emanet olun.